Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Rəqsanə İsmailova aparıcı Xoşqədəm Hidayət qızının onun haqqında səsləndirdiyi fikirlərə cavab verib. Xəbər verilir ki, Rəqsanə sosial şəbəkədə video paylaşaraq Xoşqədəmin ondan inciməsinə haqq verdiyini bildirib. Xoşqədəm xanımın valideynləri dünyasını dəyişəndə Azərbaycanda deyildim. Anam da xəstə idi deyə göndərə bilmədim. Amma bizim ortaq tanıdığımız bir xanım var. Ona dedim ki, Azərbaycana gələn kimi Xoşqədəmin yanına gedəcəyəm. Azərbaycana da qayıdan kimi başıma bəla gəldi və gedə bilmədim. Xoşqədəm xanımın sözlərində həqiqət var. Onun valideynlərinin yas mərasimində iştirak etməmişəm və qızım da getməyib. Düz danışan adamam. Xoşqədəm xanım da çox sağ olsun ki, reallığı deyir, normal münasibətimiz var. Atam da onun verilişində axtarmışdım. O da sağ olsun tapmışdı. Mən ondan incimişəmsə, onun da məndən inciməyə haqqı var.